Yaşıma, başıma görə deyirəm. Təyinat məsələsində bu adam yumşaq davranır. Nə olur olsun təyinatı alan tələbə, həkim getməlidir təyinat yerinə. Əks təqdirdə diplom verilməməlidir. Mən vətən, oğlum, qızım, səni 7 il oxutdum. Sənin müəllimlərinə yaxşı məvacib verdim. Səni yetişdirdim o xəstəxanalarda, dünya şöhrətli xəstəxanalarında. Özə belə çıxır ki, artıq bizim tibb universitetində yaxşı dərslər keçilir. Çünki bizim həkimləri Şərqi Avropa, Qərbi Avropa, hətta Türkiyə və başqaları da çox məmnuniyyətlə qəbul edirlər. Deməli, hazırlıqlıdırlar. Ay oğlum, sən məni qoyub hara gedirsən? Sən mənim borcumu ödəməmiş hara gedirsən? Belə təbliğat olunsun və bunu birbaşa rəsmi şəkildə də deyilsin və desin ki, vətən sənə halallıq vermir. Hara gedirsən? Bu danışan şəxs millət vəkilidir. Gələcəkdə sosial rifahı yaxşı olsun deyə ölkəni tərk edən gəncləri qınayır, halallıq vermir öz aləmində. Sən bir özünə sual ver də, bu gənclər niyə ölkəni tərk eləyir? Səbəb nə ola bilər? Bir özünə sual ver. Sual ver özünə.